Beton kupasının hesablaşını görüp ötəmişsizlər bilən. Demək ki, bizə də 4 metrə 3 metr ölçəmdəki xana. Betonumuzun eni 40 cm, beləndliyi 50 cm. Bu ölçəmlərimiz osdan osa alınған. Yəni fundamentinin ortasından alınған 20 cm bandan kaldırıp 20 cm bandan kaldıramız. Ortadan alamız. Osdan osa ilə şübhətdə. Bunu perimetrini hesablayırız. Həmin yer 50 cm beləndlikdə quyulğanın səbəbli perimetrdən çıxaramız doğru. 3 metr koşamız 4 metr. Köpəklərimiz 2. 14 metr oldu şörünü. Perimetri. İndi bunu köpəklərimiz enine fundamentini 40 cm 0,4 metr boladı. Yemuram köpəklərimiz beləndlikə 0,5 metr. Bunda bizə də betonumuzun kubu 208 metr kub çıxadacaq. 4'ə 3'lük ölçəmdəki xanaya quyulğan betonumuz. Yine bunun formulası perimetrini köpəkdirəmiz betonunu enine, köpəkdirəmiz beləndlikinə. Şu arkalı gəlib çıxadı.